kitabda ölüyə aid bir şey yoxdur. O kitab hamısı diriyə aid. Allah Teala deyir ki, oğru necə cəzalandırın, zinakarı necə cəzalandırın, qohumların haqqını verin, borçların haqqını verin, yetim malı yeməyin, sələm yeməyin, ədalətli olun. Aydan danışır Allah Teala, günəşdən danışır, gecədən danışır, gündüzdən danışır. Bax, bunlar hamısı ölüyə aiddir, diriyə aiddir. İndi gəlin biz bunu burada ərəbcən oxuyaq, ölüyə. Cəmaat başa düşür, burada hamı dayanıb qulaq asın. Amma mən bilirəm axı, orada ölüyə aid heç şey yox. Özümüzü niyə alladırıq? Yəni onu oxuyaq, özümüz həyatımıza tətbiq edək də. Allah Teala deyir, namaz qıl. Gündə 5 vaxtın adın çəkir, bir 5 vaxt namaz qıl. Biz onu bu ölüyə niyə oxuyuruq ki? Niyə görə öz cavanlarımıza, gənclərimizə, evlatlarımıza, ailələrimize, qohumlarımıza, qonşularımıza onu oxuyub açıqlamırıq? Ölümüz üçün də özümüz oxumuruq. Özümüz oxusuq, dərd yarıdır. Gətirir kiməsə 2 manat verir ki, gəlməli ölümə Quran oxu. Allahdan həya eləyir. Lakin hər kəsdən, hər şeydən həya eləyirik, bir də Allahdan başlayır.